Bəzən bir ömür var, illərlə ölçülmür, bir ad var, tarixlə yazılır. Bu vətən üçün yaşayanların hekayəsidir. Bu şəhid Ruslan Hümbətovun yoludur. Ruslan Səlimoğlu Hümbətov 1987-ci il mayın 20-sində Samuk rayonunun Əhmədbəyli kəndində dünyaya göz açdı, sadə bir ailədə. Amma böyük bir vətən sevgisi ilə böyüdü. Onun uşaqlığı torpaq qoxulu idi, baxışlarında isə vətən yükü vardı. Ruslan Hümbətov həyat yolunu erkən seçdi. O, hərbçi oldu. Xüsusi təyinatlı qüvvələrdə 17 ildən artıq xidmət etdi. O, sadəcə əskər deyildi. O, vətənin səssiz keşikçisi idi. Aprel döyüşləri Ruslan Hümbətov üçün sınaq idi. Döyüşlərin birində ağır yaralandı, amma ruhu sınmadı, sağaldı və yenidən cəbhəyə qayıtdı. Çünki onun yolu yarımçıq qala bilməzdi. ...27 sentyabr 2020-ci il tarix yenidən yazıldı. İkinci Qarabağ müharibəsi başladı. Ruslan Hümbətov torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə vuruşdu. O, 6 xarici dili bilirdi. Amma döyüşdə vətənin dili ilə danışırdı. 6 oktyabr 2020-ci il Füzuli uğrunda döyüş. Ruslan Hümbətov vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. O getdi, amma adını tarixdə əbədi yazdı. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə Ruslan Hümbətov ölümündən sonra igidliyə görə vətən uğrunda Cəbrayılın, Füzulinin, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edildi. O, Gəncə şəhər şəhidlər xiyabanında uyuyur. O, bir ailənin vətənə həsr olunmuş taleyidir. Atası Səlim Hümbətov 1-ci Qarabağ müharibəsi qazisi, qardaşı Rüstəm 44 günlük vətən müharibəsinin iştirakçısı. Qardaşlar eyni gündə yaralandılar. Biri şəhid oldu, biri vətənə xidmətini davam etdirdi. Şəhidlər ölməz, vətən bölünməz. Ruslan Hümbətov bu torpağın adıdır. Bu torpağın qürurudur.